sizdən soruşuram. Müharibəni gələ eləyək, qan tökək, insanlar qırılsın. Ağdamı azad elədik, Füzulini azad elədik, getdik Cəbrayıl azad elədik, ondan sonra Zəngilan azad elədik, getdik Kəlbəcər azad elədik. Buna hələ nə qədər qanlar töküləcək, nə qədər vəsait gedəcək, nə olacaq bunu Allah bilir. Onların axı var, onlarınki bizimkindən az deyil. Və keçən müharibədə göstərdi, onların da gücün, bizim də gücümüz göstərdi. Amma edə bilərik. Gəldik, durduq da Qarabağın sərhədində. Nə eləyəcəyik? Gedib erməniləri qıracağıq. Ha? Bütün dünya düşüb bizim düzə. Orada Serblər, Albanları oradan çıxardan zaman Miloševiç, onun başına nə iş gətirirlər? İndi orada ermənilər, bu müsəlmanın dalında heç duran yoxdur, başa düşürsən? Yoxdur. Yenə də deyirəm, o Albanların müsəlman kimi dalında durmayıblar. Və Albanların da dünyada bir, sən deyən belə bir, onlara dəstək verən adam yoxdur dünyada. Amma bu erməniləri bütün dünya dəstəkləyir. Amma üzr istəyirəm, o vaxt Azərbaycanlıları oradan köçürəndə mən də getmişdim Qarabağa. Ermənilərləri döyə-döyə oradan çıxardı Azərbaycanlıları. Bəli, amma bir adam bir şey demədi. Bir adam bir şey demədi. Bəli, Ermənistan faktiki olaraq Dağlıq Qarabağda etnik təmizləmə aparıbdır. Ermənistanda aparıb. Ermənistanda aparıbdır və Dağlıq Qarabağın ətrafında olan təmiz Azərbaycan rayonlarında etnik təmizləmə aparıb. Amma bir adam onları qınamır buna görə. Bir devlet onları qınamır. Dünyada bir ama başqa cür. İslam konferansı da tanıyır. Çünki İslam konferansında yeganə yerdir ki, biz İslam konferansında qətnamələr çıxardırıq Ermənistanın Azərbaycanın təcavüzü haqqında. Amma o qətnamələr də orada qalır. Orada qalır. Reallıq bundan ibarətdir, əzizlərim. Bundan ibarətdir. Siz bunu düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir, amma mən bunu bilirəm. Və bu reallıqla hesablaşmaq lazımdır.